Bismillahirrahmanirrahim. Qâles sadiku aleyhisselam. İmam Sadık aleyhisselam buyurur. Kitabullahi azze ve celle ala erbaati eşya'e. İmam Sadık aleyhisselam buyurur. Allah'ın kitabı olan Kur'an azze ve celle dört hissiye bölünür. Alel ibareti vel işareti vel letaifi vel hekaiki. İbareti, işareti, latifler var ve hakikatler var. Aynı ayet okuyor mesela, herkesin oradan bir şey başa düşür. Buyurur, fel ibaretu lil avami. İbare avam üçün. İbare nəyə deyərlər? Quran yəni cümlələrin oxuyasan, zahiri mənası nədir? Onu başa düşəsən. Bu ki, bu avam üçündür. Və işarəti lil xavas. Amma ayələrdə işarələr var. O, insanlardan bəziləri, bəzi möminlər üçündür. Və lətaifi lil avliya. Ayələrdə letaiflər var. Lətiflər var. O lətiflər Allahın dostları üçündür, ovliyalar üçündür. Və həqaiqü lil-ənbiya. Amma Quranın həqiqəti, ayənin əsl həqiqəti o peyğəmbərlər üçündür. Və həmçinin İmam Baqir əleyhissalam buyurur bir rəvayətdə, Ali Muhammedin hədisi də belədir. Muhammed və onun əhl-i beytinin, Muhammed sallallahu aleyhi və aleyh və onun vəsisi Əmirəl-Müminin Əli ibn Əbi Talib və qızı Fatimə Zəhra və onların 11 övladının da hədisləri, rəvayətləri eynən Quran kimidir. İnnə hədisi Ali Muhammed sə'bun mustas'abun. Ali Muhammedin hədisləri çətindir və çox çətindir. La yu'minu bihi, çətindir və çətinliyi tələb edir. La yu'minu bihi illa melekun muqarrabun. Ali Muhammedin hədislərinə iman gətirməz, məgər ki, kimlər iman gətirər? Allaha yaxın olan mələklər. Av nəbiyyun murselun. Ya mursel peyğəmbərlər iman gətirər. Av əbdun, ya o bəndə iman gətirər ki, imtihanallah qəlbəhu lil iman. Bəs Ali Muhammedin, Əhl-i Beyt Əymə Ətharın hədislərinə və rəvayətlərinə iman gətirən kimdir? Həzrət buyurur ki, əbdun imtihanallah qəlbəhu. Qəlbi imtihan olunmuş bəndələrdir. Lil iman. Fəma vərədə aleykum min hədisi Ali Muhammed. Elə ki, sizə Ali Muhammedin hədisi gəldi, gördünüz, qabağınıza gəldi və sizə varid oldu. Fəlanət ləhu qulubukum. Və qəlblərinizi onun üçün yumşaldın. Çünki eşitdin ki, İmam Baqir əleyhissalam buyurubdu, İmam Sadiq əleyhissalam buyurubdu, Həzrəti Əli əleyhissalam, İmam Həsən, İmam Hüseyin, Həzrət Fatimə Zəhra salavatullah və sələm buyurubdu, qəlbinizi yumşaldın. Yəni mərifətlə ona baxın, ona sevinclə ki, o məhəbbətlə hədisə yaxınlaşın. Fəlanət ləhu qulubukum və ərrəftumuhu fəqbəluhu və ərəftumuhu. Əgər o hədisi, Ali Muhammedin hədisi ki, qabağa gəldi, gördünüz, əgər başa düşdünüz, fəqbəluhu, onu qəbul edin. Və məzzət minhu qulubukum. Yox, gördünüz ki, başa düşmürəm və qəlbim bunu nədir? Qəbul eləmir. Həzrət buyurur ki, bəs hər hədis ki, sizə qabağınıza çıxdı, o hədisə baxdınız, ürəyiniz onun müqabilində aram oldu, rahat onu qəbul edə bildiniz, onu qəbul edin. Hansı hədis ki, gördünüz ki, ürəyim bunu nədir? Mənim qəlbim bunu daşıya bilmir, bunun yükünü götürə bilmir, mən bu hədisi dərk eləmirəm. Bəs onda minhu qulubukum və ənkərtumuhum, qəlbin qəbul eləmədi və görürsən ki, qəlbin bunu nədir? İnkar edir. Sən o saat inkar eləmə. Məsələn, başıva batmadı, zehnivə yatmadı, başa düşə bilmədin. O saat inkar eləmə. Fəradduhu
ki qəlbin ki inkar elədi, görürsən ki dərk eləmirsən, neynə? Fərədduhu ilallah, Allah Taala'ya qaytar. Yəni Allahın Qur'anı ilə onu təfsir elə. Və ilə Rəsul, ya Rəsulundan soruş ki bu hədisin mənası nədir? Və iləl alim, indi Rasulun dövründə deyirsən, alim dövründəsən və iləl alimin ali Muhammed, ali Muhammedin alimindən bu hədisin təfsirin soruş, mənasın kəsb elə, əlvə gətir gələ. Və innəməl haliku, Həzrət İmam Baqir Səmna buyurur, və innəməl haliku ən yuhaddəsə əhədəkum bi şeyin minhu, buyurur ki, həlak olan o şəxsdir ki, ona Ali Muhammeddən bir hədis deyilə, la yəhdəmiluhu fəyəqulu vallah ma qanə haza səlasən. Deyək ki, andol Allaha, yox belə deyil. Yəni hədisi qəbul eləməyə. Andol Allaha belə deyir. Buyurur ki, bu inkar, hədisi inkar eləmək həmin küfürdür. Kafirliyə səbəb olan bir işdir. Bəs məsum imamların hədisləri elə belə deyil ki, onlar elm əhlidirlər. Onları dərk eləmək, onlara başa düşmək asan deyil ki. İmam buyurur ki, qəlbin gördün qəbul elədi, başa düşdün, rahat qəbul elə. Başa düşmədən rahatlıqla onu rədd eləmə. Atma ginən, bəs neynə? Əhlindən soruş. Düzdür, əgər Peyğəmbər dövründəsən, Həzrət Peyğəmbərə kirəmlə. Peyğəmbər dövründə döysən, onda nə deyir? Ali Muhammed. Görsən, hər alimdən yox, Ali Muhammed. İmamın ibarələrində hamısında dəqiqlik var. Həzrət Peyğəmbər Əkrəm, məsələn, bir hədisdə buyurur, Ənə və kafilul yetim kəhatəyni. Həzrət buyurur ki, mən və yetimə kəfalət eləyən kəhateyni fil cənnə. Bu iki dənə kimiyəm cənnətdə. İki barmağına işarə edir də Həzrət. Və əşarə bi isbə'əyhis əs-səbbabətə vəl-vusta. Şəhadət barmağına və uzun barmağına işarə eləyir. Deyir, necə bunlar bir-birinə belə yaxındılar? Bax, mənlə yetimə kəfalət eləyən cənnətdə bir yerdəyik. Kimərgin yetimə kəfalət eləsə, yetimin əlindən tutsa, onun öhdəsinin boynuna götürsə, cənnətdə nə deyir? Bu qədər bir-birimizə yaxınıq, bir yerdəyik. İndi yetim kimə deyilir? Yetim bir dəfə cismani yetimdir. Məsələn, atadan, anadan yetimdir, cismən yetimdir və nə deyir? Yaşayıcının zəruriyyətinə ehtiyacı var. Bir nəfər gəlib buna kəfalət edir. Bir də var ki, yox, yetim, necə ki İmam Aleyhisselam buyurur, rəvayətdə qəsd olunmuş yetim, yetim Ali Muhammeddir. Yetim o şəxsdir ki, imamından yetim olubdur. Necə ki İmam Aleyhisselam buyurur, İmam Həsən Əskər Aleyhisselam buyurur, əşəddu min yutimi hazəl yetim, yetimullezi inqətə ən ummihi və əbihi, yutmu yetimin inqətə ən imamihi. Həzrət buyurur ki, Həzrət Peyğəmbər Əkrəm buyurur ki, yetimə kəfalət eləyən mənlə cənnətdə bir yerdədir. Həzrət buyurur ki, yetimin elə bir aşağı yetimə kəfalət eləyənin aşağı mərtəbəsi var, yetimə kəfalət eləyənin yuxarı mərtəbəsi var. Həzrət buyurur ki, yetimə kəfalət eləyən cismani yetimə əgər kəfalət eləsə, o yetimə kəfalət eləməyin aşağı məqamının savabını qazanır. Əşəddu min yutmi hazəl yetim, yetimullez inkətə ən ummihi və əbihi, yutmi yetimin inkətə ən imamihi. Həzrət buyurur ki, yetimin ən şiddətlisi atasından və anasından yetim olan deyil. Bəlkə ondan da şiddətli yetim, o da yetimdir. Onun da savabı, əcri var. Amma ondan da şiddətli yetim inqətə ən imamihi, imamından qət olunmuş adama deyərlər. Nəinki atasından, anasından olan, atasız, anasız olan insana kəfayət eləyəsən, onun savabı, əcri var. Həzrət Peyğəmbərin hədisin, bu hədis
hədislə neynir? Təfsir edir bizə. Buyurur ki, yetimin yüksək savabı, yetimə kəfalət eləməyin ən uca mərtəbə savabı nədir? Ruhani yetimə, yetimin ruhuna sahib çıxmaqdır. Nəinki onun fəqət maddi ehtiyaclarına. İnqətə ən imamihi və la yəqdur ələl vusul iləyhi. Deyir, o yetimə kəfalət eləməyin savabı daha çoxdur ki, o imamından qət olub, imamın yoxdur, əli çatmır imamına və la yəqdur ələl vusul iləyhi və imama yetişə bilmir. Məsələn, bizim dövrümüz kimi qeybət dövrüdür. Və la yədri keyfə hukmuhu və bilmir hökmü necədir, necə şəriətə necə əməl eləsin, şəriəti necə əmələ gətirsin. Fima yubtala bihi min şərai dinihi, şərai din, dinin şəriətində mübtəla olduğu məsələlər, yəni önünə çıxan məsələlər, daimi qarşılaşdığı məsələləri bilmir. İmamı da yoxsa geçsin ondan soruşsun. Əlavə mən kanə min şiətina. Həzrət buyurur ki, var mı bizim şiyələrimizdən alimən bi ulumina, bizim elmlərimizi bilsin, elmlərimizi alim olsun və hazal cahilu bi şəriətina el-munqati'u en müşahidətina. Hansı ki cahil bizim şəriətimizə, Ali Muhammedin şəriətinə cahil olanlar, hansı ki el-munqati'u en müşahidətina, hansı ki qət olublar bizi müşahidət eləməkdən, yəni bizi görmürlər. Yetimun fi həcrihi, bəs onlar yetimdilər, bəs onlar həqiqi yetimdilər. Əla fəmən hadahu və ərşədəhu, hər kim onları hidayət eləsə və irşad eləsə, yönətsə və əlləməhu və onları elmləndirsə, şəriətinə, bizim şəriətimizlə, bizim şəriətimizə hidayət eləsə, bizim şəriətimizə irşad eləsə, yönətsə və bizim şəriətimizi ona örgətsə, kanə mə'na fir-rəfiqil ə'la. Həzrət İmam Həsən Əskəri buyurur ki, məni ilə bir yerdədir, o rəfiqi ə'lada. Rəfiqül əla haradır? Həmin əla illiyin, o cənnətin ən uca məqamında məndən bir yerdədir. Yetim atasından, anasından yetim olana, bəli, əlini çəkərsən başına, rəvayətdə var ki, o əli altında qalan düşlər qədər sənə, bu rəvayət nəql olunub ki, savab verilər atadan ana. Yəni sən neynəsən? Ona cismani sahib çıxırsan. Həzrət buyurur ki, yox, ona ruhani əgər sahib çıxsan və əsl yetimi bizə Həzrət izah edir. Yetim nədir? İmamından yetim olandır. Həzrət elə bir təbliğə irşad eləyir insanları ki, insanların əlindən tutun, onlara yol göstərin. Bu yol göstərmək yetimə sahib çıxmaqdan da savabı çoxdur. Bu cür nə deyək də, yetimə sahib çıxmaqdan da hətta savabı çoxdur. Bəs Seyyidi Şühəda İmam Hüseyin əleyhissalam salavatullah və salamu aleyh Kərbəlada Həzrət ki şəhadətə yetişdi, yetişmişdən qabaq Həzrət belə buyurur: Mən kəfələ lənə yetimən, hər kim bizdən yetim qalmışa kəfalət eləyə, qətətəhu ənna, hansı ki o yetim bizdən qət olubdur. Yəni bizə ələ yetişməyən bir növ yetimdir. Ali Muhammedin yetimidir. Bizdən qət olubdur. Nədir? Mehnət əsərində. Yəni bizim məhəbbətimizdən qət olunubdur. Niyə? Çünki istitar var bizə. İstitar, bizim qapılarımız bağlıdır da. Elə bil Həzrət İmam Hüseyin əleyhissalam və İmam Həsən əleyhissalam və o bir imamlar həmçinin Əhl-i-Beyt düşmənləri qoymurdular möminlər gələ, bunlardan soruşa, yolu yolağı bağlamışdılar. İmam Həsən Əskəri niyə əskəri deyirlər?
ordugahın düz ortasındaydı evi. Yəni bütün ətrafı hamısı əskərlər mühasirəyə salmışdı. İmkan vermirdilər gedib gəlməyə. İnsanlar imamlarla əlaqəsinə imkan vermirdilər. O dövrün bəli məmurları. Ondan buyurur ki: "Və vasahu min ulumina elleti saqatat ileyhi hatta erşedehu ve hedahu." Bizim elmlərimiz ki, şəriətdir, o əvvəlki hədis kimi də şəriətdir, filandır, dindir, onlardan əlləri kəsilib, hatta erşedehu ve hedahu, hər kim onları hidayət eləsə, irşad eləsə, yolaq görsətsə, şəriəti onlara öyrətsə, bizdən öyrənib, qala Allah əzzə və cəlləhu, Allah əzzə və cəl buyurur onun üçün: "Ya eyyuhel abdul kerim." İmam Hüseyin Aleyhisselam buyurur ki, bu yetimlərin əlindən tutana Allah buyurur: "Ya eyyuhel abdul kerim." Ey mənim kərim bəndəm, el-muvasi inni avla bil kərəmi. O kərim ki bu bəndəm ki kərimdir, mehribandır. Yəni mənim bəndələrə mehriban olan mənə mehribandır. İnni avla bil kərəmi, bil kərəmi. Kərəm kimə deyərəm? Deyir, ovla budur ki, üstün budur ki, sənə kərəm deyir. Yəni kərəmin ən üstünü sənsən, kərimin ən üstünü sənsən. Baxın, İmam Hüseyin Aleyhisselamın sözündə Həzrət buyurur ki, enna mehnət, əlbəttə burada rəvayət fərqli bəyər, məhəbbət ma, bizim məhəbbətimizdən kəsilibdir, bizim məhəbbətimiz ona yetişmir. Yəni biz ona məhəbbət eləyə bilmirik, qoymurlar, məsələn, örgədə bilmirik, yol bağlayıblar, gəliş gedişi bağlayıblar. Buyurur ki, Allah ona deyər: İc'alu lehu ya melaiketi fil cinan. Ey mənim mələklərim, Allah deyir mələklərinə, ey mənim mələklərim, onun üçün qərar verin fil cinan, cənnətlərdə, cənnətdə yox ha, cənnətlər onun üçün qərar verin. Bi ədədi kulli hərfin əlləməhu əlfi qəsrin. Onun örgətdiyi hər bir hərf üçün əlfi əlif buyurur 1 milyon. 1 milyon ona qəsr tikin cənnətlərdə. Örgətdiyi hər hərf üçün 1 milyon qəsr tikin. Və zəmmu ilə, çünki buyurur ki, çox kərim olubdu mənim məndələrimə, mən də cənnətdə ona çox kərim olum, ahirətdə ona çox kəramət edirəm. Və zəmmu iləyhə ma yəliqu biha min sairin ni'əm. Və o 1 milyon qəsrə başqa nimətləri də əlavə eləyin. Burada neçə mətləb var. Buyurur ki, İmam Aleyhisselam buyurur ki, yəni cəmaata bizim sözümüzü deyin. Bəkirin, Zeydin sözünü deməyin. Biz Əhl-i Beytin sözünü deyin. Cəmaatı biz Əhl-i Beytə irşad eləyin, hidayət eləyin. Bizim tərəfimizə çəkin və bizim kəlamımızı onlara öyrədin. İmam Baqirin, İmam Sadiqin, İmam Zeynəl Abidinin, o biri imamların sözlərin. Necə ki, Allah Quranda buyurur, bunlar şəcəri təyyibədir, pak ağac ki, pak meyvə verər, pak ağac bunlardır. Ələm tərə keyfə zərəballah məsələn, ələm tərə keyfə zərəballah məsələn, görmürsənmi Allah necə misal verir? Məsələn, kəlimətən təyyibətən, pak kəlmə kimin sözüdür? Rəvayətdə var, pak kəlmə həmin Əymi Ətharın sözüdür. Kəşəcərətin təyyibətin, pak ağac kimidir. Əsluha sabitun, əsli sabitdir, yəni kökü sabit bir yerdir. Və fərha fissəma, və onun budaqları səmadadır. Tuti ukluha kullihinin bi izni Rabbiha, tuti ukulaha kullihinin bi izni Rabbiha. Bəs o meyvə istəyənlərə meyvə verər, yeyiləsi meyvələr verər. Və yəcribullah əmsalə linnas lə'allahum yetezəkkərun. Allah insanlara misal verir, nəinki nə deyir? Mütəzəkkir olasınız, zikr eləyəsiniz.
İşarə bəs eləyir. Burada geniş izaha ehtiyac yoxdur. Əhl-i Beyt əleyhissalam görürsən ki, bizi öz tərəfinə çəkir və bizim sözlərimizi deyir. Bizim sözlərimizi onlara deyin. Bizdən eşitsinlər, bizə qulaq assınlar. Və hidayət yolu biz Əhl-i Beyt 14 Məsum əleyhissalamdadır. Amma hidayət ki biz istəyirik insanları Əhl-i Beyt əleyhissalama hidayət edək. Həzrət özləri buyurur ki, necə hidayət edin? Deyirlər hidayət edin. Yaxşı, necə hidayət edək? Biz insanları Əhl-i Beytə necə hidayət edək? Və hidayət etməyin yolağını da özləri bizə öyrədib. Bəli, o mətləbə keçməmişdən qabaq bu ayənin təfsirin İmam əleyhissalamdan soruşdular. İmam Sadiq əleyhissalam soruşdu. Ümeyr ibn Həris soruşdu. Həzrət cavabında buyurdu: Rasulullah sallallahu aleyhi və aleyhi əsluha. Rasulullah, Allahın Rəsulu, o ağacın əsli, Qurandakı deyilir, əsli sabitdir. Əsli, əmin kökü Rasullahdır və əmiril müminin fər'uha. Əmirəl müminin əleyhissalam onun nədir? Gövdəsidir. Vəl-əimmə min zürriyyətə əqsanuha. Və əimmə Həzrət Əli və Fatimənin 11 övladı salavatullah və salamu aleyhim. Allah dünya və axirətdə bizə onları şəfaətçi qərar versin. Və fərqa vəl-əimmə min zürriyyətihima əqsanuha. Əimmə əthar ki, Əmirəl Müminin zürriyyəsi, onlar nədir? Budaqlarıdır. Vəl ilmul əimməti səmərətuha. Əimmi ətharın elmi, o Ali Muhammedin elmi, o ağacın meyvəsidir. Və şiətuhum, yəni onun meyvəsini yeyərlər, səmərə. Və şiətuhum müminun vərəquha. Mömin şiələr, Əmirəl Müminin və onun 11 övladının şiələri onun nədir? Yarpaqlarıdır. Həl fiha fəzlun qalə qultu la vallah. Həl fiha fəzlun qalə qultu la vallah. Qalə vallah innəl mümini yulədu və tuvrəqu vərəqətun. Ondan sonra dedim ki, bunda fəzilət var mömin üçün. Fiha fəzlun. Bəli, ondan sonra Həzrət buyurur: "Valla innel mu'minu le yulet fetuğraqu varaqatun." Elə ki mömin dünyaya gəldi, bir dənə vərəq, bir dənə yarpaq o ağacda artar. Və innel mu'minu le yamut fetesqutu varaqatun minha. Əgər bir nəfər mömin ölsə, o ağacdan bir yarpaq düşər. Bəlkə dinin xidmətçisi bu yolda gərək xidmət eləyər. Necə ki imamlar bu yolda xidmət eləyənləri özləri fərqləndiriblər. İmam Sadiq rivayət var. Aftadil ərs və əlamuddin ərbəətən. Dinin əlamı, o böyükləri, öndə gedənləri, onlar 4 nəfərdir. Muhammed ibn Muslim ki, ravidir, İmam Sadiq əleyhissalamdan 100.000 rivayət nəql edib. Bureyd ibn Muaviyyə rəhmətullah əleyh və Leys ibn Bəxtəri, həmin Əbu Bəsir Muradi və Zürarət ibn Ə'yan. Həzrət bu 4 nəfəri şeydir ki, bunlar əlam dindir, dinin nədir, öndə gedənləridir, alimləridir. Həzrət onları təşviq edir. Yəni hər kim bunların və işləri nə idi ki? Bunlar imamdan hədis yazmışdılar və o hədisləri cəmaata nəql edirdilər. İmam məsum imamların vasitəsilə insanları hidayət edirdilər. Dində Həzrət Peyğəmbər Əkrəmdən sonra Həzrət Əmirəl Müminin və Fatimə Zəhra və onun 11 övladının və onların zürriyyələrin vasitəsilə işıq üzü görübdür. Dünyanın günəşi həmin 12 imamdır Peyğəmbərdən sonra ki, Peyğəmbəri gətirdiyi dini onlar aydınlandırıbdır dünyaya. Onlar xidmət edibdir. Peyğəmbər 22 ildə elədiyi xidməti, 23 ildə elədiyi xidməti onlar nədir? Bir ömür ta İmam Zaman əleyhissalam Hicrətin 255-ci ilindəki qeybə çəkildi. Ondan sonra da 70 il Həzrət Gizdin 4 dənə
4 nəfər bəli naibinin vasitəsilə insanlarla əlaqə saxladı və şəriət, Həzrət Peyğəmbər Əkrəm gətirdiyi şəriəti insanlara çatdırdılar. Haqq budur. Necə ki İmam Sadiq əleyhissalam buyurur: "Kullama lem yexruc min hazal beyt və huve batilun." Hər şey ki bu evdən çıxmayıbdı, başqa evlərdən çıxıb o batildir. Yəni biz Əhl-i Beytin evindən çıxan hədis, rəvayət, söz haqq fəqət və fəqət onlardır. Və beni baxanda çox rahatçılıqla görmək olur. Onlar ki təvhiddən dəm vururlar, açıq-aşkar dəlillərlə onlar şirkdədirlər. İbn Teymiyyə kitab yazıb, Fətavai Kübra. Həmin kitabın 6-cı cildində səhifə 656-655-də nə yazır? Və cümləti qovluna ənə nüqirru billah və ennallah mustabin əla ərşihi kəmə qalə deyir. Allah öz ərşinin üstündə əyləşibdir, oturubdur. Necə ki Allah Quranda Ər-Rəhman ələl ərşi istəva. Allah öz ərşində qərarlaşıbdır. Necə ki Allah Quranda buyurur, deyir, bəli, Allah ərşin üstündə çıxıb əyləşibdir, oturubdur orada. Ondan sonra və ennə ləhu vəchən, deyir ki Allahın üzü var. Necə ki Allah Quranda deyir, və yəbqə və çörəbqə zülcəlal vəl ikram. Quranda ki Allah deyib, Allah zülcəlal vəl ikram sahibidir. Allahın üzü var. Və o deyir ki Allahın bəli üzü var, yəni zahiri də Allahın üzü var. Və ennə ləhu yədəyn kəmə qalə, onun iki əli var. Bəl yədahu məbsutatan. Qurandakı bəl yədahu məbsutat. Allahın əlləri açıqdır. Yəni Allahın verən əli var. Allah ruzu verəndir. Allah onu təfsir eləyibdir. Allahın həqiqi mənası. Yəni Allahın həqiqətində əlləri var. Lima xələqtu biyədəyyə. Lima xələqtu biyədəyyə ayəsi ilə ki mən öz əllərimlə xəlq eləmişəm. Və ennə ləhu əyneyn, ki onun iki dənə gözü var. Bila keyfin kəma qalə. Deyir ki onun gözü var. Necə? Niyə? Çünki Quranda Allah buyurur ki təcribi əyunina. Biz təcribi əyunina ayəsi bu cürdür. Bundan da böyük sözlər deyibdir. Allah bir cavan oğlandı, üzündə tükü yoxdur, uzun saçı var. Bu cür nə? Cənnətdə seyr edir, gəzir. Bundan böyük şirk olar mı? Allah'ı bir varlığa bənzətməkdən, Allah'ı bir ehtiyaclı bir Allah'a qol, əl, üz, saç, hətta bədən bəli, ehtiyaclı bilmək bu özü məhz bir şirkdir. Bəli, sözümüz buradaydı. Bəs insanları biz istəyək hidayət edək. Onun üçün bizə tövsiyaları var mı? Bəli. Hər kim istəyir insanları düzgün yola, haqq yoluna hidayət eləyə, özləri buyurub, İnnəl Hüseyn misbahul huda. Hidayətin çırağı Hüseyndir. Salavatullah və salamuhu aleyh. Seyyid-i şühəda nədir? Misbahul huda və səfinətün nicat və nicat gəmisidir. Bəs insanlar istəyirsənsə hidayət edəsən, haqq yola, Əhl-i Beyt əymi ətarın yoluna, gərək imam, əlvət çıraq alasan. O çıraq, hidayət çırağı alasan. O hidayət çırağı necə bir çıraqdır? Həzrət buyurur ki, Həzrət Peyğəmbər Əkrəm buyurur, Həzrət Peyğəmbər Əkrəm buyurur ki, o hidayətin çırağı insanları Əhl-i Beytə, hidayət dedikdə hidayət nədir? Əhl-i Beytə olan hidayətdir. Onların rəvayətlərinə olan, onların yoluna, onların dediklərinə insanları hidayət eləmək, məqsəd hidayətdə budur. Ondan buyurur ki, hidayətin çırağı Hüseyndir. Salavatullah və salam aleyh. İnnəl Hüseyn misbahul huda. Hidayət çıraqlandır, işıq salasan yol göstərəsən. İşıq salmaq, o yol göstərmək İmam Hüseyn əleyhissalamlandır. Və nicat gəmisi, insan necə nicat tapar? Nicat tapar fəqət Əhl-i Beytə qovuşmaqla. Əhl-i Beytə qovuşmaq üçün bir dənə vəsiliyə ehtiyac var, gəmiyə ehtiyac var. O gəmi də nədir? Gəmində İmam Hüseyn əleyhissalamdır. Nicatın gəmisi İmam Hüseyn əleyhissalamdır. Hidayətin çırağı İmam Hüseyn əleyhissalamdır. Salavatullah və salam aleyh.
Nələr elədi öz qanı ilə, öz canı ilə, öz əziz balalarının qanı ilə, əshabının qanı ilə bir məqama çatdı. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, hidayətin çırağı Hüseyn, nicatın gəmisi Hüseyn, salavatullah və salam aleyh. Necə ki, Seyyid-i Şühəda İmam Hüseyn əleyhissalam özü buyurur. Həzrət buyurur, qal, dəxəltu ələ Rasulullah sallallahu aleyhi və aleyh. Bir gün Həzrət Peyğəmbər Əkrəmin xidmətinə yetişdim və indəhu Ubey ibn Kəb. Ubey ibn Kəb deyir, Həzrət Resulullahın yanında əyləşmişdi. Fəqalə li, Resulullah mənə dedi, fəqalə li Resulullah sallallahu aleyhi və aleyh. Mərhəbən bikə ya Əba Əbdillah. Mərhaba ey Əba Əbdillah. Ya Zeyd-əs səmavati vəl ərazin. Ey yerlərin və göylərin zinəti. Ey yerlərin və göylərin zinəti. Mərhaba. Qalə ləhu Ubeyyun. İmam Səlləsələm buyurur, Ubey ona dedi, və keyfə yəkuni ya Rasulallah Zeynus səmavat vəl ərz əhədun qeyruk. Buyurdu ki, ya Rasulallah, necə olar? Səndən başqa birisi yerin və göyün zinəti olar. Qal, Həzrət İmam Səlləsələm buyurur, babam Rasulallah Ubeyə belə cavab verdi. Qal, ya Ubeyyu, ey Ubey, vəlləzi bəəsəni bilhəq, and olsun o Allaha ki, mənə haqq olaraq məbus eləyib, peyğəmbərliyə layiq bilib, nəbiyyən, məni peyğəmbərliyə məbus eləyib. İnnəl Hüseyn ibn Əli fissəmai əkbəru minhu fil ərz. Hüseyn səmalarda yerdən olandan daha böyükdür. Həzrət buyurur ki, İnnəl Hüseyn ibn Əli, Hüseyn ibn Əli fissəma əkbəru minhu fil ərz. O yerdə tanınandan çox, yəni göydə tanınır, mələklər arasında daha çox tanınır. Və ennəhu ləməktubun ən yəmini ərşillah əzzə və cəl. Allahın ərşində yazılıbdır. İnnəhu ləməktubun, Hüseyn Allahın ərşində yazılıbdır. Əzzə və cəl, misbahul huda və səfinətin nicat. Allahın ərşində yazılıb, Hüseyn hidayətin çırağı və nicatın gəmsidir. Ubey, ya Ubeyyu, Həzrət sonra buyurur ki, ey Ubey, tuba limən ləqiyəhu. Xoş o adamın halına ki, limən ləqiyəhu, o Hüseynlə görüşə. Salavatullah və salamu aleyh və tuba limən əhəbbəhu. Ey Ubey, xoş o adamın halına ki, onu sevə. Və tuba limən qalə bihi yuncihimullah bihi minəl hələkəti. Və tuba limən, və xoş o adamın halına ki, qalə bihi yuncihimullah. O deyir, bihi yuncihimullah. Allah onunla bizə nicat versin. Minəl hələkəti, həlakətlərdən. Bəs İmam Hüseyn salam həlakətdən, fəlakətdən insanlara nicat verəcək. Və bil iqrar billah və bi rasulihi və bi cəmiil əimmə yəftəhullahu ləhumul cənnə. Ki, ey Ubey, xoş o adamın halına ki, ehtiqadı bu ola. İmam Hüseynə, xoş adamın halına ki, İmam Hüseyn əleyhissalama iman gətirə, belə deyə ki, İmam Hüseynlə Allah dünyaya nicat və yuncihumullah bihi min hələkəti və bil iqrar billah və Allaha iqrar eləyə və İmam Hüseynə iqrar eləyə ki, Allah İmam Hüseynin vasitəsilə dünyanı həlakətdən və fəlakətdən nicat verəcək. Və bi rasulihi və bi cəmiil əimmə yəftəhullahu ləhumul cənnə və cəmi əymənin vasitəsilə Allah yer üzünə nicat verəcək.
yeftahullahu lehumul cenne. Allah onların vasitəsilə cənnetin qapısını açacaq. Məsələn fil ərz kəməsəlil misk. Onların əymi, ətharın misalları yeryüzündə o misk ətirdir. O ətirin misalında ki əlləzi yəstə rihəhu və la yətəğəyyəru əbədən, hansı ki onun iyi ətiri yayılar və heç vaxt ətiri dəyişməz. Və məsələhum fis-səma kəməsəlil qəməril munir. Onların əhl-i beytin, ondan sonra Əhl-i Beyt İmam Hüseyin əleyhissalam və həmçinin Əhl-i Beyt əleyhissalamı Peyğəmbər Əkrəm buyurur. Buyurur ki, Əhl-i Beytin misalı İmam Hüseyin və onun 9 övladının misalı kəməsəlil qəməril munir əlləzi la yutfa nur əbədən. O ayın nuru kimidir ki, heç vaxt o nur sönməz. O nur əbədidir. O nur hidayət nurudur. O çıraq hidayət çırağıdır. Yolun azmışları hidayət etmək üçün, qaranlığa düşmüşləri yollarını işıqlandırmaq üçün. İmam Hüseyin əleyhissalamın əzadarlığı, ona təziyyə saxlamaq, ona görə bu qədər faydalıdır, bu qədər savablıdır. Çünki İmam Hüseyin əleyhissalam vasitəsilə insan hidayət olur. İnsanın kör olmuş gözləri açılır. Qəsavət bağlamış qəlbinin o yuyulur, paçlanır, təmizlənir. O göz yaşları ki insan gözündən tökülür, damla axır, o ürəyi pak edir, qəlbi yuyur və tövbənin qəbul olmasına səbəb olur. Beləsi bir varlıqdır İmam Hüseyin salavatullah və salamuhu aleyh. Budur 6-cı imam, İmam Cəfər Sadiq əleyhissalam elə ki Həzrətin ziyarətində bu yerə çatır. Əssalamu aleyki ya hüccətallah. Salam olsun sənə ey Allahın hüccəti. Ondan deyir əşhədü ən la ilahə illallah. Şəhadət verirəm Allahdan başqa Allah yoxdur. Vəhdəhu la şərikə ləh. O təkdir və onun heç kəs şərikidir. Ondan buyurur və əşhədü ennəkə nurullahillezi ləm yutfə və la yutfə əbədən. Sen Allah'ın bir nurusan ya Ebu Abdullah, ya ey seyyidi şühada. Sen Allah'ın bir nurusan ellezi lem yutfa, hansı ki o nur heç vaxt sönməz. Və la yutfa əbədən və heç vaxt sönməz və heç kim onu söndürə bilməz. Və enneke vəchullahillezi, sen Allah'ın bir üzüsən, ellezi lem yəhlik və la yəhlik əbədən və heç vaxt həlak olmazsan və heç kimi də həlakətə salmazsan əbədi olaraq. Həzrəti Peyğəmbər Əkrəmin dilindən hədis var və bu hədisi hamı nəql eləyib, hamı öz kitabında yazıb. Sünni şiə alimləri. İbn Əsir Əsədül Qabədə yazıbdır. İmam Əhməd İbn Hənbəl Şeybani, İmam Mühəddesin Tirmizi, İmam Mühəddesin İbn Macce, Hakim Nişaburi, Buxari və qalanlar hamısı yazıblar. Hədis nədir? Həzrət Peyğəmbər Əkrəm buyurur ki, Hüseynun minni, Hüseyn məndəndir. Və ənə min Hüseyn, və mən də Hüseynnənəm. Əhəbballahu mən əhəbbə Hüseynən. Həzrət buyurur ki, Hüseyn məndəndir və mən Hüseynnənəm. Əhəbballahu mən əhəbbə Hüseynən. Hər kim Hüseyni sevsə Allahı sevər. Hüseyni sevmək bərabərdir Allahı sevməklə. Əhəbballahu mən əhəbbə Hüseynən. Hüseyni sevənləri Allah sevər. Hüseyni sevənləri Allah sevər. İnşallah hədisin təfsiri qalsın növbəti dərsimizə. Amma bir kəlməni deyim. Bəs Hüseyni sevmək Allahın bini. Bu hədisi hamı nəql eləyib. Hamı nəql eləyibdir bu hədisi. Sünnüsü, şiəsi hamı nəql eləyib bu hədisi. Oxudum. Hamısında dəqiq kitab səhifəsi ilə var. Bəs əhəbballah mən əhəbbə Hüseynən, hər kim Hüseyni sevsə Allah onu sevər. Mənası nədir? Hüseyni sevmək bir Allahın neymətidir. Allahın inayətidir.
xasdır möminlərə. Allahın lütfüdür, Allahın bərəkətidir. Bu Hüseyin ki, İmam Rıza Aleyhisselam buyurur ki, onu ağlamaqdan kipriklərimizin kökü biz Əhl-i Beytin yara olur. Kipriklərimizin kökü yara olur. Bir Hüseyin ki, ona yer, 7 yer ve 7 göy onu ağlayır. Men la yura, men yura ve men la yura. Görsənən və görsənməyən varlıqlar onun üçün ağlayır. Bəs İmam Hüseyni ağlamaq, İmam Hüseyni sevmək özü Allahın nemətidir, özü Allahın bərəkətidir. Allah nədir? İstədiyi bəndələrinə lütf edib. Allahın verəm əzzət cəlalına, Allah bizi həqiqi Hüseyinçilərdən qərar versin. Allah bizim xidmətimizi İmam Zaman Aleyhisselamın dəftərində səbt qədəm eləsin. Bizi həmişə xeyir işlərdə müvəffəq eləsin. Allah'ım.